Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Az səsdən sizi salamlayıram. Az səsin verilişlərinə baxmaq üçün dostlar, xahiş edirəm bunu subscribe eləyin, üzv olun bizim qruha və dostlarınıza, tanışlarınıza da bunu göndərin. Çünki fəzai məcazidə nə qədər baxılırsa, qətlən ev elən imkan olur ki, insanlar artıq istifadə etsin. Instagramdan da bizi Az24 News'dan izləyə bilərsiniz və Instagramda da bizim verilişlər qətlən geniş yayılır, həmişə kimi. Onun üçün rica edirəm bu bizim səsimizi gücləndirmək üçün bizi dəstəkləyin, bizim nəzərlərinizi, fikirlərinizi də komment kimi yaza bilərsiniz. Elə bu verilişlərini YouTube-da və eləyə bilək biz də sizin nəzərlərinizi, fikirlərinizi öyrənək. Bu günləri iki konu haqqında danışacağıq. Bu konular ibarətdir. Urumuda nə baş verir? Olaylar necə gedir? Ondan sonra nə olur? Biz görürük ki, biz adi Kürd millətindən heç düşmənçiliyimiz yoxdur. Qətlən biz Kürdlərlə uzun tarix boyu bizim rabitələrimiz, əlaqələrimiz olubdur. Hətta bizim Pişəvəri devrində çox yaxın əməkdaşlıq olubdur. Hətta Qazi Məhəmməd Pişəvərinin Qəvamus Səltənənin qabağında əlin qaldırıb deyib, bu kişi nə desə mənim sözümdür və bu kişi mənim etimadım var. Bizim heyət-i nümayəndəki oldu, olmadı, bizim sözümüzü də bu deyəcək. Görün nə qədər bunların bir-birinə etimadı var idi. Ya Əlirza Nabidin Cüzve millini yazanda Azərbaycanın milli hərəkəti haqqında gəlir, oturur Mahabatda ya Pişəvərə hərəkatı uğursuzluğa məruz qalandan sonra, yəni hakimiyyəti o tahacümünə məruz qalandan sonra ki, mühacirətə əl vurdular. Bakı şəhərində 1326-dır, bilmirəm 25-dir. Elə o devrdən ta inqilabın əvvəlinə qədər Hizb-i Demokrati Kürdistanın qəzeti Əli Qilaviş və bir də ondan sonra Bakıda onların vasitəsilə bircə bir zəmimi ruznamə Azərbaycan müntəşir olubdur. Yəni 60 il, 50 ildən artıq bu ruznamə həm müntəşir olubdur. Yəni əgər biz Azərbaycan millətinin onlarla düşmənçiliyi olaydı, qətlən yoxudur. Bu ruznaməni, bu cadı, hətta Pişəvərinin Ağay Qazinin ailələri adında Firqe Demokrati Azərbaycanın mavini nə qədər olubdur? Mavini olubdur. Hər halda bunu bilin ki, biz millətlər bir-birinə düşmən deyil. Bəli, siyasilər bizim şəhərləri özlərinə təqdim eləmək, əsasnamələrində Əhsab-ı Kürd icad etmək, bu odu biraz da alovlandırırlar. Bu düşmənçiliyi çoxaldırırlar. Bu günləri qonağımız Ay Düstur Yəhyayı elə bu haqda geniş danışacaqlar. Nə baş verir Urumuda? Və bu tarixçiyə də xahiş edirəm ki, Ay Düstur buna da işarə edərlər. İkinci konumuz İranla Amerikanın əlaqələri. Nə baş verir? Nə olur? Amerikadan aya nümayəndə gedib İranla danışacaqmı? İran hakimiyyəti nə istəyir Amerikadan və Amerikanın istəyi nədir? Yəni bu iki mövzu çox mühümdür və əhəmiyyətlidir. Və həm gündəm mövzudur və bu günləri pan-İranistlərin Azərbaycana hücumları
və şahçılarla çox maraqlıdır. Pan-İranistlər, Cümhuriyyət İslami niyə bax bu elə bu Kürt məsələsində bizim qarşımızda durubdular? Bax elə bunu da soruşacağam. Ay Düşdür Yəhyaya, xoş gəlibsiniz. Çox eləyibsiniz həmişəki kimi bizim dəvətimizi qəbul etdiyiniz üçün sizə çox-çox minnətdaram. Xahiş edirəm bir millətimizdən elə cad eləyin. Ay cəmaət, lazım deyil daha Ay Düşdürü sizə təqdim edeyim. Qətən də Ay Düşdürü Azərbaycan Milli Hərəkətinin elə qabağından, dükanının qabağından keçənin elə Ay Düşdür Yəhyayını tanıyırlar ki, bilirlər ki, kimdir. Özünə aid bir dəstxətti var, yazıcımızdır, təhqiqatçımızdır, ondan sonra iqtisadçımızdır. Həm fənhərif bir şəxsiyyətlərimizdəndir ki, nadir şəxsiyyətlərimizdəndir ki, misalı olmayan adamlardanımızdan. Buyurun Ay Düşdür. Cənab Süleyman, çox təşəkkür edirəm. Mənim hani deyərlər koltuğumuzun altına karpuz verir. Çok teşekkür edirəm. Çok sağ olun. Bayram, hələ bayram Novruz bayramıdır. Yine bizi tamaşa edənlərin və bizi eşidənlərin və eyni zamanda Aziz Səsin əməkdaşlarının hamısının bayramlarının tekrar təbrik deyirəm və gözəl bir il arzusu ilə söhbətimizə başlayırıq. Bəli, mütəəssifanə keçən bir neçə gün ki, indi bir dənə sualımı mətrəh edeyim, ondan sonra siz idamə verin. Baxın, bir dənə bu mövzu vardır. Biz fəzai məcaziyə baxırıq. Bax, Cümhuriyyət İslaminin adamlarıdır. Şahçılardır. Pan-İranistlərdir ki, o şayət şaha da etiqadları yoxdur. Cümhuriyyət İslamiyə də etiqadları yoxdur, sekulardır. Bax, bu üç dəstə üçü də bizim qarşımızda durub. Əvvəl buradan elə başlayaq ki, niyə bunlar bizim qarşımızda durub? Bunların düşmənçiliyi Azərbaycanla nədir? Mən düşünürəm ki, bana təvəccüh beyin ki, bizim İran hakimiyyətinə alternativ, yeganə alternativ ki vardı, Azərbaycanlılardan ibarətdir və Urumuda baş verən hadisələr onu göstərdi ki, nə qədər bunların nə dərinlicə paygah ictimailəri vardı. Bax, indi ola bilər bəzi tənqidlər falanlar da olmuş olar, cüzüdür olar, amma o paygah ictimai Azərbaycan Milli Hərəkətinin bəlkə bu da narahat edir. Ya ayrı səbəbləri də var. Buyurun. Aslında bir görünən səbəblər var, bir də görünməyən səbəblər var. Görünən səbəblər siz buyurduğunuz kimi o söhbətlərdir və bu arada da bilirsiniz, Türkiye'nin, Türk dünyasının birləşməsi, Türk dünyasının hatta bilirsiniz ki, geçen hafta Recep Tayyip Erdoğan söhbətlərinin birində dedi ki, Novruz bayramını biz artıq milli bir bayram olarak kabul ediyoruz ve 13 ülke UNESCO'ya başvurup ve Novruz bayramını Türk dünyasının bayramı olarak da tanıttılar ve şeydiler, yani cəşn tuturlar. Ve bilirsiniz ki, hatta bu biraz da qabağa dönebilir. İkinci Qarabağ Savaşı'ndan sonra Türk dünyasının birleşmesini biz daha çok görürük. Hələ ondan sonra yine belə bir 2 ay bundan qabaqdan, hələ 3-4 ay bundan qabaqda bilirsiniz ki, bir Suriye meselesi oldu. Ve bu Suriye meselesi de Türkiye'nin orada başarması, Türkiye'nin orada biləxərə inisiyatifi ələ geçirtməsi veya hatta yönetimde təsir qozarlığı ister istemez bizim bazı pan-İranistləri, İran şəhərləri neynədi? Biraz qıdıqladı. Ve onun yanında bir de başka bir hadise de yine bir 2-3 hafta bundan qabaq oldu. Abdullah Öcalan 40 neçə il mübarizə müsəlləhanə ediyəndən sonra birdən-birə dedi ki, PKK silahları yere koyur ve istir siyasi faaliyet eləsin. Ve bu da bir ayrı bir hadise. Yani görünen o ki, məntəqədə bir Türk havası əsir. Ve bu arada da bir tane başka bir hadise de bu, dedim bu İran şəhərləri ve pan-İranistləri bətər əsəbanilədi.
O da bu idi ki, Recep Tayyip Erdoğan bir söhbətində dedi ki, Təbriz bizim mənəvi şəhrimizdir. Bu söz çox belə bahalıya patladı İran için. Təbriz bizim mənəvi şəhrimizdir. Xub, bəllidir, Təbrizdə Türklər yaşayır. Azərbaycanda Türklər yaşayır. Elə bir yerdə mənəvidir də, bizim Türkiyə ilə qardaşlarımızdır, Şimali Azərbaycanla qardaşlarımızdır, dildaşlarımızdır, yaxınlıq var. Amma demək deyil ki, biz öz müstəqil bir millət deyirik. Biz müstəqil bir millət yox, müstəqil öz sərnişimizi özümüz təyin edirik. Nə istiyoruz Türkiyə təyin edilsin, nə ayrı yerlər. Özümüz öz sərnişimizi istiyoruz təyin edirik. Və buna görə dediğiniz kimi panİranistlər və ya İran şəhrilər birdən-birə ayağa qalxdılar. Şahçılar, mahçılar sanki biz Azərbaycanlıları hani bir xətər görürlər, bir təhlükə görürlər və bizi şey eləmək üçün, yəni çilədən çıxartmaq üçün, yəni bizi bir yerdə hani yolumuzdan saptırmaq üçün değişik yollara başvurdu. Biz burada çok dikkatli hareket ediyoruz Cenab-ı Süleyman. Çok dikkatli hareket edilmeliyiz. Yani biz provokasyonlara, böyle tahriklere alet olmamalıyız. Siyasette böyle bir şey var. İndi bir iş görürler ama göre o işin dalında kimler yatıp, ne için yatıp, ne hedefleri var. O hedeflerini biz dediğim gibi bir zahir var, bir de görünmeyen var. O zahirde biz görürük ki, mesela Urmi hadisəsinin üstünde işleyebilirik. Urmi hadisəsində ne bileyim 15 İsfəndə bir grup Kürt təqazı edir ki, biz istiyoruz Cəşn-i Novruz tutaq. Oraya edəcəyik. Üzr istəyirəm. Bu panİranistlərin və zatların bəhsini qutaraq. Siz fikir eləmirsiniz ki, ay düşdür. İranın daxili məsələ. Bax, bu pədidə, yəni məsələ-i milli İranda ən had olan büyünləri aktual mövzudur. Yəni, 100 ildə bu aktual olubdur, amma bu həddə gəlib çatmayıbdır. Yəni, bu bəhs heç vaxt qutarmayıbdır. Hətta da ən o ixtinaq-ı Cumhuri İslamidə, və zatda nədir, hökuməti Pəhləvidə bu bəhs olubdur. Bu mübahisə olubdur ki, məsələ-i milli İranda ən aktual mövzulardan biridir. Hətta məşrutiyyət dövrəsində Əncümən Əyaləti Vilayəti onu göstərmiş ki, bu var. Amma bu İranda Türkiyə qətlən bizim mənəvi qardaşımızdır. Azərbaycan özümüz üçün, nə mənəvi. Yəni Azərbaycanla bizim ayrı bir zat qardaş deyirik. Biz Azərbaycanın özüyük. Yəni Azərbaycanın yarım canının yarısı qalıb o tayda, yarı qalıb bu tayda. Bu daxili məsələni İranda inhirafa çəkmək üçün bunu bir dənə surət xarici bir cəryan kimi təqdim eləmək xarakteri məgər daşımır ki, məsələn deyirlər, ay Türkiyə elədir. Türkiyə gəlib bizə Urmuda zat vermədi ki, xət vermədi ki, gəlin buradan gedin Urmuda etiraz edin. Ya Kürdlərə siz mücəvviz verin, bu tərəfdən gəlin Azərbaycanla da məsələn də. Baxın, bu bəhs. Mən də zaten onu istedim söhbət edeyim. Hərəkətə bir xarici zat vermək xarakteri daşıyır. Damğa vururlar da, yəni ona möhr vururlar ki, bu xarici bir hərəkətdir. Dərbağa mən də istedim elə o noktaya gəlim ki, xeyr, potansiyel var, zərfiyyət var və daxili zərfiyyətdən Azərbaycan hərəkət edib ki, sizin sözünün təyidində deyim ki, 100 ildən çoxdur ki, bu milli məsələ had bir məsələdir. Biz bir Azərbaycanda bir milli hükümət qurulub və o milli hökumətin yıxılması üçün, dağılması üçün əllərindən gələn oyunları oynayıblar. Hər cürə mesela hiliyə, neyrənc zada baş vurublar və nəhayət o milli hükümət ki, bir ildə gördüyü işləri çok böyük işler gördü ve onu yok edipler. Və yine siz müqəddəmədə dediğiniz kimi o kurulan milli hükümet elə Kürtlərlə beraber hareket edipler. Dediğiniz kimi Qazi Muhammed'in
o əlinin qaldırılması və ya bizim nümayəndəmizlə eyni bunlar peşəvərinin dedikləri bizim də dediyimizdir. Onların söhbətləri bizim də söhbətlərimizdir. Bu da göstərir ki, bu iki millət, Kürdlər, Azərbaycanlılar bir-birlərinə yaxın, bir-birlərindən bərabər hərəkət ediblər. Amma bu hərəkət, birlikdə hərəkət etmək bəllidir ki, bəlli adamları neyini narahat edir. Və qorxurlar, vəhşət içərisinə girirlər ki, əgər bu iki millət birləşsələr, bərabər həmkarlıq eləsələr, mümkündür ki, bizim o mərkəzi hökumət deyilən o zatı ləxlədələ bilirlər. Yəni onu neynərlər? Yerindən oynada bilirlər. Ona görə bunu qoymamalıyıq. Neynəməliyik? Düşmən yaratmalıyıq. Nəyə düşmən yaratmalıyıq? Elə Zatda Urmiyədə olduğu kimi və ya digər şəhərlərdə olduğu kimi provokasyon yaratmalıyıq. Elə bir şey yaratmalıyıq ki, bu millətlər düşmənçilik yaransın bunların arasında və bu düşmənçilik o qədər qabağa geçsin ki, bu insanlar eləyənməsinlər, bir-birlərindən otursunlar, hətta danışsınlar. Və bu görürük da örnəyini nişan da verir və həm filmlər nişan verir, həm hadisələr nişan verir, həm eyni zamanda bəllidir ki, hədəfmənd işlər var. Bəllidir ki, bəzi adamlar bundan bir şey umur, yəni bir şey istəyir və o da məncə o nirulardır ki, o güclərdir ki, istəmirlər ki, həm Kürdistan, həm Kürdlər, həm Azərbaycanlılar öz haqlarına, öz vaqiyyətlərini göstərib, öz haqlarını əldə eləsinlər. Və ona görə də 1000 dana oyun oynayırlar. Və müşəxxəsən elə bir oyun da elə Urmiyə məsələsində oldu. Siz dediniz, sorunuz bu idi ki, acaba niyə onlar narahatdır? Niyə onlar hətta bəzən gedirlər Kürdlərin dalında dururlar. Hətta ondan himayət edirlər. Gedib durur Kürdlərin dalında. Bəli. Biz Kürdlərin dalında dururuq. Biz Kürd millətindən heç düşmənçiliyimiz yoxdur. Həmişə dedim bu üç dəstə. Bax, nədir? Şahçılardır, Şahullahilərdir. İkincisi zaddır, hakimiyyətdir. Hakimiyyətin tulalarıdır ki, fəzai məcazidə çavuşlayan kimi adamlar, ondan sonra nəm Riza Nəmən idi, adı yadımdan çıxdı. Mən yazmışdım onların adlarını. Hamısı Ağay Xəzaidir, Düstur Koçrəvidir, ondan sonra Nəmənədir. Hamısı bunlar bahəm durubdular Kürdlərin dalında. Elə bir qoya o Kürdləri qətlə-am eləyən bunlar deyil. Elə mən də onu istəyəm, ona işarət deməliyim ki, bunlar hədəfləri budur ki, dedim ya, quşqurdurlar. Və quşqurtmada da hədəfləri budur ki, öz siyasətlərin qabağa aparsınlar. Ağay Süleymani, bilirsiniz ki, eşikdən yayılan sərtasəri televizyonlar var. Hani İran International var, BBC var, Səda-i Əmrika var. Aşağı yuxarı onlar elə bu Kürd hərəkətinin dalındadırlar. Onlarda hətta təbliğat olunur Kürd hərəkəti üçün və nədənsə onların da böyük bir siyasəti budur ki, böyük hədəfləri budur ki, Azərbaycanı tapdasınlar, Azərbaycanı hətta münhərif eləsinlər. Hətta bax, Ağay Pezeşkiyanın belə reis cumhur olması onları bir yerdə neynir? Narahat edir, bir yerdə onları əsəbləşdirir. Və yəni mənzur onların zadı budur ki, hətta Cumhuri İslami ilə Azərbaycanlılar bir aradadırlar. Baxın ki, Ağay Pezeşkiyan reis cumhurdur, Təbrizlidir, Ağay Pezeşkiyan türkdür. Deyirlər, yəni təbliğat edirlər. Halbuki İranda həm şah rejimi, həm rejim Cumhuri İslami Azərbaycanla heç vaxt barışmadı. Heç vaxt barışıq içərisində olmayıblar. Elə həmişə həm şah rejimi, həm Cumhur İslami rejimi Azərbaycana bir xusumətlə yaxınlaşıblar. Hətta biz bunun neçə dəfə bunun şeyini görmüşük. Belə həm radyo televizyonlarında, həm seriallarında, həm nə bilim yayınladığı anketlərdə belə nə qədər türkləri
aşağıladı ki, bəzi şeylər göstəriblər, təhqir eləmək üçün bəzi filmlər göstəriblər. Filmlərdə belə, çəkilən filmlərdə belə Azərbaycanlılara qarşı bir xusumət görünür. Amma bu son